Salam, hər vaxtınız xeyir. Bugün göllər mövzusunu qeyd edəcəyik. İlk növbə toxunaq ki, göl nədir? Göl qapalı çökək ölçüsədə yerləşən, dünya okeana birbaşa əlaqəsi olmayan su hövzəsidir. Misal, burada gördüyümüz göldür. Qapalı çökək hövzədə yerləşir və dünya okeana birbaşa əlaqəsi yoxdur. Və göllərə nəzər salsaq ki, bu çökəkliklər necə yaranır? Bəs burada çökəklərin mənşələri müxtəlif olur. Belə ki, nəzər saldıqda mənşəyinə görə bir neçə növə bölünür. İlk növbədə başlayalım tektonik mənşəli göllərdə. Onu da qeyd edək ki, tektonik mənşə gölləri də özü iki yerə bölünür. Var tektonik çökəkliklərdə yerləşənlər. Bir də var tektonik sınmalarda yerləşənlər. İlk növbədə tektonik çökəkliklər yerləşənlərə nəzər salaq. Ə, Qeyd olunur ki, əsasən tektonik proseslər nəticəsində yaranır. Zaten adından da bu görsənir. Və tektonik çökəkliklərdə olan göllər əsasən əyilmə zonalarında olurlar və onlar enli və dayaz olur. Yəni dərinlikləri çox olmur. Bu göllərə biz misal olaraq qeyd edə bilərik Xəzər gölünü. Sahilində 5 ölkə var, bunları bilirik. Aral gölünü qeyd edə bilərik ki, Aral gölü belə deyək də Qazaxıstan və Özbəkistanın iki ölkənin belə deyək də sərhədində yerləşir. Daha sonra Türkiyədə olan, baxın burada olan Van gölünü, həmçinin burada olan Tuz gölünü qeyd edə bilərik ki, tektonik çökəklikdə yerləşirlər. Daha sonra Afrikada yerləşən Çad gölünü qeyd edə bilərik ki, Çad gölünə diqqət etsək görərik ki, Nigeriya və Çad ölkələrinin belə deyək də sərhədində yerləşir, ərazilərinə düşür. Daha sonra Afrikanın sahə baxımından ən böyük göl olan Viktoriya gölünü qeyd edə bilərik ki, bu göl haqqında biz bilirdik ki, bu göldən Nil çayı başlayır və belə deyək, Ağ Nil çayı öz mənbəyini buradan götürür. Və Kenya, Uganda, Tanzaniya kimi ölkələrin ərazisində yerləşir deyə qeyd edə bilərik. Təkrar edək ki, bu göllər tektonik çökəkliklərdə yerləşirlər, dayazdırlar və enlidirlər. Həmçinin baxın, Viktoriya gölü Afrikanın ən böyük, belə deyək, sahə baxımından gölüdür. Bəzən qeyd olunur ki, ən böyük göl olmağına baxmayaraq dayazdır. Bunun səbəbi nədir? Çünki tektonik çökəklikdə yerləşir. Daha sonra nəzər salsaq tektonik sınma zonalarında, yəni qrabenlərdə yerləşən göllər ki, bu göllər belə deyək, təsvir edilərək qeyd etsə, belə bir şey olurlar qrabenlərdə. Bu göllər isə uzunsov və dərin olurlar. Bunlara misal ola bilərək biz ilk növbədə qeyd edə bilərik Rusiyada yerləşən Baykal gölünü. Məhz bu göl belə deyək də dünyanın ən dərin gölüdür. Həmçinin yadımıza salaq ki, bu göldən Anqara çayı başlayırdı, gəlib tökürdü Yenisey çayına, Yenisey çayı isə gəlib tökürdü buradan Kara dənizinə deyə qeyd edə bilərik. Daha sonra Qazaxıstanda olan Balxaş gölünü qeyd edə bilərik. Baxın bu istiqamətdə ki, tektonik sınma zonasında yerləşir. Daha sonra İranda olan Urmiya gölünü qeyd edə bilərik. Baxın bu istiqamətdə. Daha sonra Afrikada olan xüsusilə belə söyləyək, Tanganika, Nyasa və Rudolf göllərini belə deyək də qeyd edə bilərik. Xüsusilə də bu göllər, Afrikanın gölləri tektonik sınma zonalarında bizim qarşımıza tez-tez çıxır. Təkrar eləyək. Tektonik sınma zonasında yerləşən göllər uzunsov, məsələn burada gördüyünüz kimi uzunsov olurlar və dərin olurlar. Dünyanın ən dərin gölü 1632 metr dərinliyə malik olan Baykal gölüdür, Rusiya ərazisində yerləşən. İkinci isə dərinliyinə görə ən dərin göl, baxın burada gördüyümüz Tanganika gölüdür deyə qeyd edə bilərik. Həmçinin Tanganika gölünə nəzər salsaq görərik ki, Tanzaniyanın, Burundinin və Kongo Demokratik Respublikasının həmçinin Zambiya ölkələrinin belə deyim də ərazisinə düşür. Nyasa gölünə nəzər saldıqda isə Malavi, yenə Tanzaniya və Mozambik kimi ölkələrin belə deyək də ərazisinə düşür. Rudolf gölü isə əsas etibarilə belə deyək, əksər hissəsi Kenyanın, şimal hissəsi isə bir balaca Efiopiyanın ərazisinə düşür deyə qeyd edə bilərik. Daha sonra gəlirik vulkanik mənşəli göllər. Adından da görsəndiyi kimi bu göllər əsasən vulkan kraterlərində yaranırlar, xüsusən sönmüş vulkan kraterlərində ki, buradakı təsvirdə gördüyümüz kimi. Biz bu gölləri xüsusilə Azərbaycanda olan Kəlbəcərdə yerləşən Böyük Alagöl, Kiçik Alagöl, Laçında yerləşən Qara gölü qeyd edə bilərik. Daha sonra nəzər salsaq çay-dərə mənşəli göllərimiz gəlir. Çay-dərə mənşəli göllərimiz, baxın burada təsvirdə gördüyümüz kimi bu düzən çaylarında meandr formada axırlar. Daha sonra bu çaylar öz istiqamətini dəyişir. Məsəl üçün əvvəl deyək ki, bu istiqamətdən keçirdi. Baxın burada fikir versəz qalıq qalıb. Daha sonra çay öz istiqamətini dəyişirib buradan keçir. Baxın burada qalan bu belə deyək də su toplusuna
Ə, göl deyilir və bunlar axmaz mənşəli göllər olaraq qeyd olunur. İki addan qeyd oluna bilər, testlərdə qarşımıza çıxa bilər. Ya çay dərə mənşəli göllər, ya da ki axmaz mənşəli göllər. Biz bu gölləri xüsusilə Azərbaycanda Kür çayı sahilində yerləşən Ağgöl, Sarısu, Hacıqabul, Mehmangöl bu kimi gölləri qeyd edə bilərik. Həmçinin Macaristanda olan Balaton gölünü qeyd edə bilərik ki, bunlar çay dərə mənşəli və yaxud da axmaz mənşəli göllərdir. Daha sonra nəzər salsaq buzlaq mənşəli göllər. Adından da göründüyü kimi bu göllər soyuq olan ərazilərdə, buz tutmuş ərazilərdə yaranırlar. Yəni ekstrasiya nəticəsində, ekstrasiya biz bilirik ki, buzlaqların dağıdıcı fəaliyyətidir. Bunun nəticəsində qazılmış çuxurlarda yaranırlar. Əsasən Şimali Amerikanın şimalında, Avrasiyanın şimalında daha geniş yer tutur. Məsələn, Böyük Ayı, Kölə, Atabaska, Winnipeg gölləri, İsveçdə olan Venerin, Vetterin, Sayma, Inari, Rusiyada olan Ladoqa, Onega göllərini misal çəkə bilərik. Daha sonra gəlirik laqum mənşəli göllər. Laqum mənşəli göllər bizim coğrafiya ədəbiyyatlarımızda yalnız iki göldən qeyd olunur. Ə, Laqum mənşəli göllər əvvəllər dəniz və okeanların sahilində belə deyək də daxilində olublar, daha sonra isə ondan ayrılıblar. Misal nəzər salsaq, Cənubi Amerikanın ən böyük gölü olan sahə baxımından Maracaibo gölünü qeyd edə bilərik. Ölkə olaraq Venezuelanın ərazisində yerləşir. Azərbaycanda isə Şabran rayonu ərazisində yerləşən Ağzı bir Çala gölünü qeyd edə bilərik ki, bunlar laqum mənşəli göllərdir. Təkrar olaraq qeyd edirəm ki, əvvəl okeanın, dənizin bir hissəsi olublar, daha sonrası ondan quruların birləşməsi nəticəsində ayrılıblar. Daha sonra nəzər salırıq uçqun mənşəli göllər. Bu göllər tektonik proseslər nəticəsində dağların, baxın burada gördüyünüz kimi uçub, çayların qarşısını kəsməsi nəticəsində suyun toplanması səbəbindən yaranır. Biz bu gölləri xüsusilə Azərbaycanda olan Göygöl, Maral göl, Qanlıgöl, Zəligöl, həmçinin belə deyək də Naxçıvanda Batabat, Qanlı gölləri belə deyək, qeyd edə bilərik. Həmçinin Efiopiyada olan Tana gölünü qeyd edə bilərik və Tana gölünü biz bilirdik ki, buradan Mavi Nil başlayırdı. Həmçinin Tacikistan ərazisində yerləşən, belə söyləyək də Sarez gölünü qeyd edə bilərik ki, uçqun mənşəli göllərdir. Bu göllər əlavə olaraq qeyd edək ki, şirin sulu göllərdir. Daha sonra relik mənşəli göllərə gəlirik. Relik sözünün mənası qalıq deməkdir. Yəni qədimdən mövcud olmuş okean və dənizlərin qalığıdır. Biz buna misal olaraq Xəzər dənizini, Aralı, daha doğrusu Xəzər gölünü, həmçinin Aral gölünü, ki, Tetis okean qalıqlarını, Avstraliyada olan Eir gölünü, Şimali Amerikada olan Böyük Duzlu gölünü, ABŞ ərazisində yerləşəni qeyd edə bilərik və bu göllər əsasən də şorsulu və axarsız olurlar deyə qeyd edək. Daha sonra qeyd edək ki, göllər axarlı və axarsız olur. Axarlı göl odur ki, əgər gölə çay tökülür, çaylar tökülür və ondan bir dənə də olsa çay başlayırsa, misal deyək ki, gölümüz budur və bu gölümüzə belə söyləyək də gəlir çaylar tökülür. Və bir dənə də olsa çay başlayırsa, bu göl axarlı göldür və şirin sulu olur. Axarsız göllərdə isə bu proses tam tərsi, məsələn, deyək ki, bu bizim gölümüzdür. Axarsız göllərdə isə gölə çaylar tökülür, amma bir dənə də olsun çay başlamır. Əgər başlamırsa, o isə axarsız olur. Axarlı göllər, yəni bizim burada gördüyümüz bu, yəni məsələn çayın başladığına görə bunlar olur şirin sulu, şirin sulu. Bu tərəfdə isə belə söyləyək də ancaq görürük ki, çaylar tökülür və heç bir çay başlamır. Belə göllər isə şorsulu olur, axarsız olurlar deyə qeyd edə bilərik. Ə, və nəzər salsaq, məsələn, ilk növbədə axarlı göllərə, məsələn, dünyada ən çox, məsələn, tektonik sınma zonasında yerləşən göllər, məsələn, Xəzər, Baykal gölü, Astraliyada, Afrikada olan Viktoriya gölü, Tanganika, Nyasa, Rudolf gölü, uçqun mənşəli Tana gölü, eyni zamanda Şimali Amerikada böyük göllər ki, yuxarı Michigan, Huron, Erie, Ontario gölləri, şimalında olan Böyük Ayı, Kölə, Atabaska, Winnipeg gölləri, həmçinin Rus ərazisində olan Ladoqa, Onega gölləri, e, belə söyləyək, Azərbaycanda yerləşən Göygöl, Böyük Alagöl, Kiçik Alagöl. Bunları qeyd edə bilərik ki, bunlar axarlı və şirin sulu göllərdilər. Axarsız göllər isə şorsuludur deyə qeyd elədik. Bunlara isə Xəzəri, Aralı,
daha sonra Şimali Amerikada olan Böyük Duzlunu, həmçinin burada Eir gölünü qeyd edə bilərik. Türkiyədə olan Van, Tuz, eyni zamanda Çində olan Lobnor, Kukunor, Manqostanda olan Xubsugul, Upsunor, Urmiya gölünü İran ərazisində qeyd edə bilərik ki, bu göllər axarsız və şor suludurlar. Bundan əlavə qeyd edək ki, dünyada sayısına görə ən böyük göl Xəzərdir. Ən böyük amma şirin sulu göl olaraq qeyd edilsə, bu Şimali Amerikada yerləşən Yuxarı gölüdür. Yuxarı gölü ABŞ və Kanadanın sərhədində yerləşir. Ən duzlu göl Ölü dənizə, Ölü göl olaraq qeyd olunur 270 promil. Ən dərin Baykaldır 1637, bəzən 1632 də qeyd olunur. Daha sonra Tanganikadır 1420 metr. Üçüncü yerdə isə Xəzər gəlir 1025 metrdən. Xəzərdə isə ən dərin yer Lənkəran çökəkliyidir. Sahilləri ən uzun olan Tanganika gölüdür. Ən hündür dağ gölü isə Cənubi Amerikada yerləşən Titicaca gölüdür ki, bu göl Peri və Boliviyanın sərhədində yerləşir. Uğurlar hər birinizə baxdıqdan sonra xəritə ilə də belə deyək, yenidən kitabı oxumağınızda fayda var. Sağ olun, Allah'a emanet olasınız.